Complete the sentence according to the dialogue. Diyaloqa əsasən cümləni tamamlayın. Anna changed her field of study because Anna təhsil sahəsini dəyişdi. Çünki mətnimizə əsasən diqqət etsək, onun təhsil sahəsi ilə dəyişməyə bağlı məlumatda qeyd olunur ki, after 1 year, I realized that this field didn't fully match my interests, so I decided to change my direction. Yəni, universitetə qəbul olduqdan 1 il sonra mən başa düşdüm ki, bu sahə mənim maraq dairəmi tamamlamır. Belə ki, mən istiqamətimi dəyişməyə qərarını aldım. Və bu məlumata əsasən biz A variantını doğru cavab kimi qəbul etmiş olacağıq. She realized her first area of study was not suitable for her interest. Yəni, ilk təhsil sahəsinin onun maraqlarına uyğun olmadığını başa düşdü. Digər variantlarda she was advised by her friend to study business administration. Yəni o belə deyək ki, öz dostunun belə deyək, biznes idarə edilməsi fakültəsini oxumağı məsləhət gördüyünə görə she wanted to move to another city for personal reasons. Şəxsi səbəblərdən başqa şəhərə köçmək istəyirdi. She needed work experience while she was studying. Təhsil alarkən iş təcrübəsinə ehtiyacı var idi. She failed to meet the academic requirements at her first university. Qeyd olunur ki, yəni ilk universitetində akademik tələblərə cavab verə bilmədiyinə görə. Və diyaloqumuza əsasən qeyd etdiyimiz məlumata əsasən doğru cavab A variantı qəbul olunur.